hüququmuz biridir, şagirdidir hamımızın adı da. Elə bil ki boyumuzda eynidir, aman Allah ne xoşbəxtlik biz onda. Bir müəllim töhmətiydi dərdimiz, bir töhmətdən için yanırdı. Hələ onda bilmirdik ki bunu biz bir gün necə həsrət ilə anarıq. Dünya hələ bizim üçün nağıldı, min arzul alışırdıq, yanırdıq. Özümüzü biz hamıdan ağır, özümüzü nə bəxtəvər sanırdıq. Məktəb illəri ömrümün ən şirin duyğulu qayğısız günləri, hər anı bir ömrə bərabər seyirli günləri, ən təmiz arzulu günləri. Məktəb illəri ömrümün ən şirin duyğulu qayğısız günləri, hər anı bir ömrə bərabər seyirli günləri, ən təmiz arzulu günləri. Hələ onda bu dünyanın şərindən, yalanından xəbərimiz yox idi. Qəm qüssəmiz, kədərimiz bir damcı, hələ onda sevincimiz çox idi. Yazılanı bir silgiyle pozmaqdayıq, bizim üçün nə asandı, nə asan. Xəbərsizdik ömrümüzə biz hələ, talih yazan pozulmayan yazıdan. Dünya hələ bizim üçün nağıldı, min arzula alışırdıq, yanırdıq. Özümüzü biz hamıdan ağır, özümüzü nə bəxtəvər sanırdıq. Məktəb illəri ömrümün ən şirin duyğulu qayğısız günləri, hər anı bir ömrə bərabər seyirli günləri, ən təmiz arzulu günləri. Məktəb illəri ömrümün ən şirin duyğulu qayğısız günləri, hər anı bir ömrə bərabər seyirli günləri, ən təmiz arzulu günləri. Məktəb illəri ömrümün ən şirin duyğulu qayğısız günləri, hər anı bir ömrə bərabər seyirli günləri, ən təmiz arzulu günləri. Məktəb illəri ömrümün ən şirin. En yeni mahnıları yalnız Roy.az saytında dinleyebilirsiniz. Yalvarıram çalma dayan son zəng, qəlbə kədər salma dayan son zəng. Ən gözəl çallarım bu məktəbdə,
Qəlbə kədər salma dayan son zəng. Ən gözəl çağlarım bu məktəbdə. Onu məndən alma dayan son zəng. Yalvarıram çalma dayan son zəng. FB Orxan sizlər üçün təqdim edir. Yenə kədərin otlara kökləndi. Biraz hüzün, biraz kədərləndi. Bugün vida söyləməyə gəldi. Biraz gözlə çalma dayan son zəng. Yalvarıram çalma dayan son zəng. Qəlbə kədər salma dayan son zəng. Ən gözəl çağlarım bu məktəbdə. Onu məndən alma dayan son zəng. Yalvarıram çalma dayan son zəng. Qəlbə kədər salma dayan son zəng. Ən gözəl çağlarım bu məktəbdə. Onu məndən alma dayan son zəng. Yalvarıram çalma dayan son zəng. Son zəng çalır qəlbdə kədər dindir. Bu ayrılıq bizim üçün Sağ olun uşaqlar. Sağ olun. Əyləşin. Necəsiz uşaqlar? Sağ olun. Bugün bizim son sizinle görüşümüzdür. Parti arkasında sizin karşınızda da benim üstümde. Son görüşümüzdür.
Lakin bu son sözü heç kəsə kədər gətirməsin. Biz elə hər il sizin kimi məzunları biz bu part arxasını pərvazlandırır, gələcəyə, xoşbəxt həyata və sizin əsl həyatın keşməkeşləri bugündən belə gözləyir. Bəlkə də ən qayğısız illərinizdir, ən xoşbəxt illərinizdir məktəbləri, ən məsum, ən saf illərinizdir məktəbləri. Bu illərdə qazandıqlarınızı yavaş-yavaş ömrü boyu həcləyəcəksiniz uşaqlar. Doğma müəllimlərinizdən, ondan sonra öyrəndiyiniz elmi biliklərdən bəhrələnəcəksiniz. Mən sizə gələcək həyatınızda xoşbəxtlik arzulayıram. Bu xoşbəxtlik elə bir sözdür ki, onun içərisində hər şey var. Hər şey var. Amma bir şey də bilməlisiniz ki, xoşbəxtliyi hər kəs özü öz dırnaqları ilə, özü öz səri ilə, özü öz zəhməti ilə, dişi ilə, dırnağı ilə belə bir söz var. Özü qazanır. Hər kəs öz saadətini özü qazanır. Tanrıdan zəmbirdə heç nə düşmür. Özünüzü tam sərbəst istəyin və biz yenə həmişə sizin yenə arxanızdayıq. Siz bizim qəlbimizdəsiniz. Yəni ki, biz sizin qəlbimizdəyiz. Və tarih sizə yar olsun. Bəxtiniz gətirsin, naxşınız gətirsin, bu əlbəttə ki, arzu. Hər biriniz xoşbəxt olun, zəhmətkeş olun. Deyir, Amerikalıların bir sözü var, deyir, əgər ağıllısansa, niyə kasıbsan? Belə bir söz, ağıllısansa, niyə kasıbsan? Ki, varlı olmaq, yəni o demək deyil ki, hər şeyə sən nail olasan, hər şey qazanasan və digərlərindən fərqli bir həyat yaşamaq üçün var olmaqdan söhbət getmir. Varlılıq o demək ki, günəş kimi sən öz varlığından, öz səxavətindən hamıya fayda etməsən, hamı səndən bərabərsin. Var deyəndə təkcə maddi sərvətdən söhbət getmir, puldan, sərvətdən, maşından, ondan sonra mənzillərdən söhbət getmir. İnsanın var, onun birinci növbədə gözəl mənəviyyatıdır, xeyirxahlığıdır. Ondan sonra insanlara elə o boya yararlılığıdır. Ola bilər heç bir kəsin elə də maddi sərvəti yoxdur. Amma o qədər yaxşı insandır ki, hamı onu sevir. O elə hər adımda istəyir hamıya yaxşılıq eləsin. Ən varlıqdan əslində olur. Elə Allah var eləsinə qismət eləsin. O Vaqifin bir sözü var. Deyir, kərəm əhlində zər yoxdur, zər əhlində kərəm yoxdur. Deyir, yəni ki, kiminsə kərəmin insafı var, Allah ona var dövlət vermir, kifayəsin. Kimin ki, zəri var, qızılı var, Allah ona kərəm vermir ki, insaf vermir ki, o da ondan kiməsə versin. Allah sizə həm zər versin, həm də kərəm versin. Bunlar gözəl şey, hər şey var. Yerlik bu, yaş. Çox sözcülük olmasın. Çox sözcülük olmasın. Bizim üçün ənənəvidir. Hər il uşaqlarımız bu cür buradan pərvazlanır. Öz doğma yuvalarından uçurlar. Uçurlar, yəni həmişə də istəyərəm sizə doğrudan da arzularınızın imkanlarında həmişə pərvazlanır. Həmişə uçurlar. Uçmaq sözündə bir sevinç vardır. Deyir, mən sevincimdən uçuram. Söhbət bana da göydə uçmaqdan getmir. Mən sevincimdən uçuram, göyün 7-ci qatındayam, belə bir sözlər eşitmişsiniz də. Yəni, siz, Allah elə sizi həmişə, necə deyim, öz halal zəhməti, özün bəhrəsindən, öz zəhməti üzmür, öz əziyyəti üzmür. Elə həyatda həmişə sizə Allah şadlıq, sevinç qismət eləsin, bu arzudur. Amma bu sevinç, bu şadlıq ona görə hər kəs üçün qiymətlidir. Bu, bizim ömrümüzün mərhələlərində biz bunu həmişə yaşamırıq. Gündəlik biz sevinsəydik, gündəlik arzu edədiyimiz hər şeylər bizə nəsib olsaydı, heç bizim üçün həyat adiləşərdi, düzdür uşaqlar. Amma biz bayramları sevinçlə gözləyirik, ad günlərimizi sevinçlə gözləyirik, əzizlərimizin, yaxınlarımızın şad günlərini sevinçlə gözləyirik. Yəni, ömrümüzün mərhələlərində bu sevincin, bu şadlığın yeri çox azdır. Az olan şeylər də həmişə qiymətli olan şeydir. Yəni, ömrünüzü bəzəsin. Sevinç, şadlıq.
xoşbəxt olasın. Belə, bir. Durun. Hər kəs öz içindən, ürəyindən nə keçirsə, bax bu məktəb dillərindən söhbəti rəngarəngdir dura bilərik. Kimsə, məsələn, hər şey olubda belə şeylər. Söz var idi, hər şey. Kimsə durub elə gözəl bir, məsələn, xatirə danışır ki, ən çox o yadda qalır. Ən çox o yadda qalır. Ondan sonra baxır da, bax, birinci sinifdən, yüzü bəli, bir etiraf dərsi kimi olsun. Görək, sus nəticəsində elə şablon cümlələr işlətməyin. Baxın, bu məktəb illəri sizə nə verdi, yalnızda necə qalacaq. Siz dönüb arxaya baxanda daha çox gəncliyi, daha çox xəyallarla yaşayır. Çünki gələcək sizin üçün irəlidədir. Amma yaşa dolduqca insanlar daha çox xatirələri sığınır. Bəlkə günləşəndə, qabağa baxanda elə bir şey görməyəndə daha çox geriyə qalırsan. Amma hər halda gəlin deyək ki, sizin öz gözəl arxanızda xatirələr bıraxıb gedirsiniz. Deməli, artıq yetirləşmişsiniz, boya başa çıxmışsınız. Amma bu xatirələrin içərisində, hansı sizin üçün, hansılar sizin üçün daha önəmlidir? Belə. Kimdən başlayaq? Dərsdən də başlayaq. Sən mükəmməl növbəsin. Müəllim, ailət, ziyalı, kökündə ziyalılıq var. Rəhmətli mükəmməl yanındadır, həmişə məzəlimdə, səmizdə, tədbirlərimizdə o çıxış eləyirdi. Çox sərbəst. Əvvəla birinci sinifdən bura, 11-ci sinifə qədər əziyyət çəkənlər, az çox əziyyət olan müəllimlərin əziyyət olan müəllimlər haqlarını halal eləsinlər. Sonra uşaqlarımıza uğurlar arzulayıram. İnşallah ali məktəbə qəbul olmaq istəyənlər daha doğrusu öz arzularına çatsınlar. Qalan uşaqlara da ki, gələn inşallah bu vaxtda hamısı cəmiyyətdə öz yerini tutmuş insanlar olsunlar. Arxaya baxanda, sən elə ki, xatirələrin səhvində, düzümündə, heç vaxt yaddaşından nə silinirdi və yaxud nələr silinirdi? Birinci sinifdə Siyat Ömərəm həmişə bizi sıraya düzürdü. Sıra ilə gedirdik, o heç vaxt mənə yadımdan çıxmaz. Sonra dağa getmişdik, dağdan yıxılmışdıq olayı. Gəzməlidir. Yadda qalmışdıq, 9-cu sinifdə. Sonra başqa bir xatirə qalıyor ki, biraz xatirə danışmıyor. Yadınızda, maraqlı olacaq. Yoxsa hamı durub eyni sözlər deyəndə, baxanda maraqlı olmayacaq. Başqa? Xatirələr çoxdur, bir vaxt deyil. Əvvəlcə hər cür olmaz. Ən emosional, ən gözəl gününüz. Danışırsan yoxsa? Danışmayın. Danışmıyorum. Yaxşı. Danışmıyorum. Hər bir söyləyin. Heç olmasa bugün özünüzü açın, tökün. Açın, tökün, uşaqlar. Açın, tökün. Vaxt olmayacaq. Bir daha, bax, belə bir yerdə otura bilməyəcək, belə bir-birinizə olan sözünüzü deyə bilməyəcəksiniz. Dəli. Mən də zərifən sözlərimi götürürəm. Bütün uşaqları uğurlar arzulayıram və hər kəs inşallah öz arzusuna çatar. Müəllimlərimizə təşəkkür bildirirəm ki, bizi vaxta qədər tərbiyələndirib və əziyyət çəkmir bizə və hər kəsə uğurlar arzulayıram. Biz sən, Pərvin, sənin necə bir qız kimi tanıyaq bu? Yoldaşların ən çox yaxın rəfiqin kimdir və hansı cəhətinə görə onunla sən dostluq edirsən? Ən yaxın dostluq. Bütün uşaqlar bir-birinə yoldaşdır, amma hər kəsin öz ürəyinə, öz təbiətinə, xarakterinə uyğunda bir dostluq olmamış olmaz. Elə mi uşaqlar? Dost seçmək çox çətindir. Kimdir yaxın dost? Ən yaxın dostum Zərifə, bunun üçün Acimlər.
Bir sınıfta okuduğumuza göre, ben fikir verdim o günü 300 geldik. Bir sınıfta okuduğumuza göre daha çok. Siz ben arzu ederim ki dostluğunuz ebedi olsun. Bir sınıf yoldaşı kimi de hamınız her yerde birbirinizi aktarasınız, yerini biləsiniz, hörmətini saxlayasınız. Kimi sınıf yoldaşı her şeyden əzizdir. Herkes öz toyunda, məclisində, görürsün ki, elə ən başda orada gedən sınıf yoldaşlar. Görürsün ki, valideynlərimizlə, qardaşlarımızla, bacılarımızla. Sınıf yoldaşının yeri başqadır. Sınıf yoldaşını görəndə canlanlaşırsan, hansı yaşda olursan. Elə, məsələn, onun səmimi söhbət edirsən ki, nə bilim, düşünürsən ki, hansı sözünə bir nəzarət edin, qanun qoyun, yox. Sınıf yoldaşı sanki elə özün kimi sənə yaxın. Mən də sinif yoldaşlarımın sözlərinə qoşuluram. Biz də artıq məzun oluruq. Hər bir kəsə, hazırlaşan hər bir kəsə ali məktəbə qəbul olmağı arzu edirəm. Digərlərinə də hər birinin istədiyi peşənin sahib olmağı arzu edirəm. Hər kəsə bunu arzu edirəm. Özün heç bir şey demək istəmirsən. Ən yaxın rəfiqən, dostun. Ən yaxın rəfiqəm Aygün, Üləyət sənin olduğuna görə zəriflər təbii. Bilmiyorum. Yaxşı. Başqa yoldaşlarından daha çox, məsələn, kimdə hansı cəhəti yüksək qiymətləndirmirsən, sənə daha xoş gəlib, onunla dostluq eləməsən də bir sinif yoldaşı kimi daha hansı yoldaşın xasiyyəti, münasibəti daha çox yadında qalacaq. Nəyinlə? Kim nəyinlə? Məsələn, bax, yoldaşlarından durmuşsan, sinifin fəal şagirdisin, sinif komsan. Kim nəyinlə yadında qalacaq? Hər biri öz xasiyyətinə yadında qalacaq. Qalacaq. Hər biri öz xasiyyətinə. Amma burada açıqlamırsın. Daha çox kimlər yadında qalacaq? Bu rəfiqələrindən başqa. Oğlanlar. Oğlanlar. Sonra Aytənin qızı Aytəz. Yol getdiyim mənim qız Aytəz. Aytəz. Yaxşı. Keçir. Aygün. Bu gündən keçən çömbürlər kimi bizim də son dərsimizdir. Bu il bizə də son dərs çalınacaq. Mənim də, digər uşaqlarım da sinif yoldaşlarımızdan ayrılmaq çətindir. Ona görə ki, günümüzün çox hissəsini bir yerdə keçirmişik, bir yerdə oxumuşuq. Hər bir kəsə uğurlar arzulayıram. 1-ci sinifdən ta 11-ci sinifə qədər bizə dərs deyən müəllimlərimizə sağlığımızı bildiririk, təşəkkür edirik. Əziyyət çəkiblər bizə. O ki, qaldı uşaqlara arzularım, hər birinizə uğurlar arzulayıram. Arzu edirəm ki, həyatda sevilib seçilən, sayılan, hörmət edilən insanlardan olasınız. Hər birimizə də onu arzu edirəm ki, həyatda öz yerini tutan, müstəqil düşünməyə bacaran bir şəxs olaq. Başqa da ki, qarşıda bizi 11-ci sinif buraxılış imtahanı gözləyir. Hər birimizə uğurlar arzu edirəm. İnşallah yaxşı qiymətlər alarıq. Başqa da ki, bizim sinifdə ali məktəbə hazırlayan uşaqlar var. Hər birinə uğurlar arzu edirəm. İnşallah arzuladığımız, layiq olduğumuz yerə qəbul olarıq. Valideynlərimizin də, müəllimlərimizin də başını uca edərik. İnşallah göstərdiyimiz nəticələrlə kəndimizin, məktəbimizin, ailəmizin fəxri olarıq. Şimdi bax, Aygün adda fərqli danışdı. Hər bir kəs, biz gələcəkdə kəndimiz üçün, ondan sonra elimiz üçün, obamız üçün, bütün halkımız deməkdir də. Ki, bax, necə olmaq istəyirsiniz? Bax, kimlərin həyatı sizin üçün bir örnəkdir. Sən də öz həyatda, bax, öz yerini tutandan sonra, öz sahəndə, öz peşəndə nəyə nail olmaq istəyirsiniz? Belə suallara cavab verməyə çalışın. Sonra ki, siz tədbirlər hazır edirsiniz. Yaxşıların o sözləri, bunlar yazılmır. Çox ürəyinizdən keçir. Tam özü sərbəst istəyəndə hər şeyi deyə biləcəksiniz. Otur, bəli. Süper. Mən də uşaqların sözünə qoşuluram. Hər kəsə uzun ömrlü can sağlığı arzulayıram. İnşallah hazırlaşanlar ali məktəbə qəbul olar. Sevinç başımızın tacı, İlkədə yazım tozu olar. Hamiyə sevinç arzulayırsan. Biz də sənə məmnuniyyətlə razıyıq. Yeri. Qızlarla ali məktəbə hazırlaşan Ben de bütün uşaklara fərqi yoxdur. Ali məktəbə hazırlaşmayalım. bütün uşaqlara uğurlar arzulayıram. O gün olsun ali məktəbə hazırlaşanlar istədikləri məktəbə qəbul olsunlar.
digər uşaqlar da özlərini layiq cəmiyyətdə öz yerlərini Yəni, o demək deyil ki, hamı ali məktəbə, elə ali məktəbə qəbul olunurlar ki, cəmiyyət üçün o günlərdə yararlı olmaya da bilərlər, əslində biz onu arzu eləmirik. Cəmiyyət üçün birinci növbədə mütəxəssis lazımdır. Amma ki, elə, məsələn, orta ixtisas, artisi fəbrüz, 11 ildir təhsil var. 11 ildən həmişə deyirlər, 3 universitetdə bərabər bir təhsil mərhələsi. Elə uşaqlar ki, orta məktəbi tutarıq, ali məktəbi tutarıq, artıq o məlumatlıdır. Məsələn, görürsən ki, hər sahədə öz sözünü deyə bilir, müəyyən məsələləri müdaxilə eləyə bilir. Məsələn, götürüb birinin misalını əldə edə bilir, götürüb birinin çalışmasını kömək eləyə bilir, ailə daxilində, cəmiyyət daxilində. Yəni, belə olmaq lazımdır. 11 il az bir müddət deyil. Yaxşı, keçir, cümlər. Ben istəyirəm sözü bildirim. Keçin, bunlar mənə görsələr. Mən də hər kəsə uğurlar arzu edirəm. İnşallah ki, nəinki hazırlaşanlar, həmçinin hazırlayıb getməyənlər də. Orada xoş günlər, xoşbəxtlər. O ailesi işli söhbətin çıxarır, hazırlaşan edilməlidir. Kimin də arzusu var ki, həyata keçsin, gələcək həyatında uğurlar arzu edir. Əsas ki, can sağlığı, xoşbəxtlik. Ən böyük arzumuz budur. Kimin nə niyyəti var həyata keçsin. Sonra bir özəl sözü, ən yaxın rəfiqə. Bütün uşaqlar hamısı. Bütün uşaqlar. Amma ən yaxın özəl dost seçmişsə, dostlar, yoldaşlarımla. Dost seçməyə bilirsən. Qələmli. Qələmlidən qələmsiz. Qərarın yoxdur sənsiz. Biz artıq müstəqil həyata qədəm qoyuruq. Bu müstəqil həyatda hər gün bizə uğurlar arzu edirəm. Arzu edirəm ki, heç kəsin bu müstəqil həyatda ayaqları büdürəməsin. Hər gün bizə uğurlar arzu edirəm. Çox gözəl sözdür. Heç kəsin ayaqları büdürəməsin məcazını. Ayaq üstündə mətanətlə durmağı bacarsın. Çox çətinliklərə sinə gələn insanlar həmişə qalibdirlər. Çətinliklərə sinə gələn insanlar qalibdirlər. Əyləşin. Hadi söyləyin. Mən də sinif yoldaşlarımın sözünə qoşuluram və hər birərinə uğurlar arzu edirəm. Müstəqil həyata qədəm qoyuruq artıq. Bir neçə gündən sonra biz də bütün yararlı gənclərdən biri olacağıq. Arzu edirəm ki, heç bir bizləri unutmasınlar. Həmçinin hazırlar gedənlər, o cümlədən biz hamımız vətənə yararlı evlatlar olaq. Məktəbimizin daimi başınca eləyək. Və ən yaxın rəfiqəm Əmindir. O da mənim yaddaşımda öz şirin xatirələri ilə qaldı yadımda. O cümlədən bütün sinif yoldaşlarımız. Hamısına uğurlar arzu edirəm. Arzu edirəm ki, bizləri heç vaxt unutmasınlar. Sən öz məclislərində, həyatın boyu Allah sənə xoşlar, məclislər qismət edəcək. Həmişə sinif yoldaşların yerini biləcəksənmi? Onları dəvət edəcəksənmi? Onlar mənim artıq həyatımın bir hissəsinə çeviriblər. Artıq onlarla neçə ildir ki, 11 ildə artıq bir ömür deməkdə 11 il. Onlarla bir sinifdə, bir partidə arxasında əyləşirəm. Və ən xoş, ən maraqlı günləri də demək olar onlarla bir yerdə keçdi. Onlar mənim uşaqlıq illərinin ən maraqlı xatirələridir hər bir ayrı həyatda. Buna görə də onların hər birinə çox sağ ol deyirəm. Bu gözəl xatirələri mənə bəxş ediblər. Qələbici bir gün çələndici. Yaxşı. Bir şey var uşaqlar. Siz indi hamınız, heç biriniz bir-birinizdən seçilməyən, bir-birinizə çox gözəl münasibət bəsləyən, səmimiyyətlə yanaşan, səmimiyyət necə mehribançılıq deyil, tualetə deyil, əyləşdirsin. Çox səmimi. Səmimi nədir? Yəni ki, necə var elədir, olduğu kimidir, özün ya artıq, ya əskik tutmur, necə var o cürdür. Tam dediyi sözün səmimiyyətinə də inanır, onu nəyisə namini demir, kiməsə yarınmaq, kiməsə xoş gəlməkdən ötürü demir, necə var elədir. Belə insanlar, indi siz bu vəziyyət, çox sağ bir vəziyyət. Amma ki, olur ki, heç arzu etməzdik, hamı bu parti arxasından çıxır. Amma sonra, həyatın sonraki alanında olur ki, belə bir söz var, deyir, dahilər ucqarlarda doğulur, paytaxtlarda ölürlər, belə bir söz var, dahilər. İndi Allah eləsin ki, bizim uşaqların içərisindən belələr çıxsınlar. O, Çingiz Abdullayevdir, yazıcı Çingiz Abdullayev hamısı tanışdır, dünya şöhrətdir. Sırayla o çox bir maraqlı söz işlətdir. Deyir ki, vicdan, əqidə, məslək, bu sözlər. Bunlar deyir, insanda ya olur,
ya da olmur. Onun içindəsə az veya çox dərəcə olmağı mümkün deyil. Yəni bu şeye sahipsənsə, vicdanın varsa, bir əqidən, məsləkin varsa, varis sözlər deyil da, bu məziyyətləri hamıda daşıya bilir. Bəlkə də böyük kollektivin içində bir nəfər. O kimdir? O canın, el yolunda, oba yolunda, dost yolunda, belə deyək də, aşağıdan yuxarı, xalq yolunda fəda eləməyə bacarır. Böyük amanlar, məqsədlər uğrunda çırpınırlar. Yəni içərimizdə belələri varsa, bu dünya, bu cəmiyyət elə onların içində inşallah. Ne qədər alçaqlar olsa da həyatda, elə deyir, həyat kimlərin içindir. Həyat az da olsa, çox təəssüflüsünə yaşayırsan, görürsən ki, birdən-birə elə saf adama rast gəlirsən. İnanmırsan ki, belə adam olar həyatda, amma var. Yaxşılar çoxdur, var. Pislər də çoxdur, amma yaxşılar. Bu həyat yaxşıların içindədir. Yəni ki, biz dahi adamlar olmasaq da, ən azından xeyirxahlıq eləməyə bacarar hər kəs. İnsanı yaxşılıq eləməyə bacarar hər kəs. Öz sevinci kimlə bölürsənsə, öz, necə deyim, sənə Allah qismət eləyən o məziyyətləri və biliyi, varlığı, dövləti, sərvəti, xalqından əsirgəmədənsə. Mən sizə bir şey deyim, bu, necə deyim, çəkiliş xatirində deyil uşaqlar, səmimi deyirəm. Bax, hər nə isə, fərqi yoxdur. Dəmirçisən, kömürçüsən, müəllimsən, həkimsən, alimsən, yazıcısan, əgər öz mənsub olduğun xalqı təmsil eləmirsənsə, onun təsirini çəkmirsənsə, o xalqın yaxşısı da səndir, pisi də səndir. Başa düşsən? Ki, onda sən o xalqa layiq deyilsən, sən o xalqın adını daşımağa layiq deyilsən. Məsələn, bir yerdə söhbət düşürsə, ziyalısı, sadə adamları, yığışıb baxırsan ki, mənə çox qəribə nə gəlir, o postlarda oturan adamlar var, hakimiyyət dairələri. Ən çox dövləti pisləyən var. Bir bəyliyin də bəyənmir. Bəs bu yaxşı, bu xalq sənsən, nədir? Elə dövr olur. İndi bizim həmişə belə bir şey olmuşsa, kim anasını bəyənməz? Hə? Kimə desən ki, hə, sən ananı sevsən, bu sözünə qəribə gələr. Yəni, ananı sevmirlər. Millət də budur. Gerisi də, irəlisi də bizimdir. Onu irəli kim aparmalıdır? Özümüz aparmalıyıq. Nəyimizlə aparmalıyıq? Bax, bu düşüncə tərzimizlə, milli şuurumuzla, bununla, milli təəssübkeşliyimizlə. Bilirik ki, məsələn, bizim çapanımızla və çatmayanımızla. Həmişə belə bir söz deyir, düşmən özündən güclü bil ki, ona qalib gəlsin. Siz inanırsınız, ermənilər haqqında həmişə biz alçaq ifadələr işlədik. Amma əslində, onlar o yola gətirən daşnaqlardır. Lap elə keçən əsrlərdən var. Aynı Rusiya gedən Çingiz Abdurrahimov dilindən eşitdim ki, çəkilişlər var. Ermənilər özü bir xalq kimi pis xalq deyil, onları ona sürükləyən var. Amma əslində ağıllıdır, ondan sonra özünə görə, öz gələcəyini düşünəndir. Niyə torpaqları zəbt eləmək istəyir? Millətin sabahı üçün, yerim olsun, yurdum olsun, millətim azad yaşasın, xoşbəxt yaşasın. Amma kimlərinsə bədbəxtliyi hesabına yox. İndi biz millətimizi sevməliyik. Bir şeyi sevməsən, onun qədrini bilə bilməzsin. Arzusu söz düşəndə, o millətin əleyhinə danışanlar, bu millət buradan getdi, bu xalq buradan getdi. Həmişə onlara qarşı öz etirazımızı bildirir və o yerdə öz sözü həmişə hakim olsun. Hakim olsun. Bizim millətdən, bizim xalqdan yoxdur. Vəssalam. Bax, bilirsən, minusu nədir? O minusu düzəltmək olar da. Bax, onu yıxıb yerə başını kəsərsən ki, nə var bu dəcəldir? O sənin balandır. O balanı eləməzsən, sən tərbiyə eləməzsən. O balanı sən xoşbəxt eləməzsən. O millət də belə, millət də sənsən, mənəm, odur. Hər birimiz, hər hərəkətimizlə, sözümüzlə, düşüncəmizlə, hər adımda bunu təmsil edirik. Və bax, birdən o, məsələn, kənddə bəzi cavanlar var, Adil müəllimlə bizim kimi. Birdən deyirik ki, biz görürsən biz bunlara düz tərbiyə verməmişik. Belə deyil. Olur ki, müəyyən hərəkətləri ilə. Görürsən verməmişik. Vermişik, hamıya demişik. Amma bu azdır. Hər birimiz bir-birimizə ictimai günahla yanaşmalıyıq. Yaxşı hərəkətimizi təqdir eləməliyik. Afiyet, çox gözəl. Biri durdu, böyüyə yer verdi. Nə bilim, yükünə kömək elədi. Uşağa qayğı göstərdi, böyüyə hörmət göstərdi.
Bunu təqdir etmək lazım, bunu alqışlamaq lazım. Yoxsa neymişsən, belə yox. Və yaxud biri minus hərəkət elədi, onu qınamaq lazım. Qınamaq lazımdır, hər tərəf. Bunu təqdir etmək yox. Belə. İndi söz keçir, əminiyyə. Mən də dostlarımın sözünə qoşulub hər kəsə uğurlar arzu edirəm. Və müstəqil həyata qedən qoyduqdan sonra bizləri və bizimlə keçən xoş günləri heç vaxt unutmasın. Sonra kaldı. Ha, geçtiyse. Dur. Hamı uğurlar arzu edirəm. Bazı- Allah iki tane var. Var. O bir kardeşim. Hamı Bunlar uğurlar. ikiz kardeşlerdir. Asif var. Avasif yok ona. Ha, Hamı uğurlar arzu edirəm. Allah iki tane var. ha, çok sağ ol. Sen de. Mən də bütün uşaqların sözündə qoşulub, Murat. bütün hazırda edən uşaqlarımızın Allah işləvan diləsin. Arzum budur ki, həm bu məktəbi, müəllimlərimizi və Mahalla Şirkənin adını həmişə uca tutsun. Uğurlar, hamımıza uğurlar. Mən də bütün uşaqların sözlərinə qoşuluram və bütün uşaqların uğurlar arzulayıram. Bu qədər. Mən də deyirəm, bütün sözlərə qoşuluram, hamıya uğurlar arzulayım. İnşallah hamının ürəyindəki arzular həyata keçər. Sözümü belə başlamaq istəyərdim ki, həmişə rəhmətli müəllimlərim deyirdi ki, dərs danışanda, deyirdi ki, mən də o dostlarımın sözündən qoşuluram sözün, yığışdırın. Həmişə deyir, biz institut oxuyanda bizə müəllimimiz deyirdi ki, sözüm var, əvvəldən öz sözün başda danış. Amma mən deməyəcəm ki, dostlarımın sözündən qoşuluram, çünki özümün sözüm var. İlk növbədə Allah hər kəsə can sağlığı versin. Çünki həyatda ən böyük nemət can sağlığıdır. Yəni, insanın canı sağlam olandan sonra hər bir istədiyi işə uğurla imza ata bilər. Və ali məktəbə dediyim kimi hazırlaşanlar var məktəbimizdə, yəni sinifimizdə. Onların hər birinə uğurlar arzulayıram. Yalnız o demək deyil ki, hər kəs ali məktəbə hazırlaşır. Yəni, yerdə qalanlar heç bir uğurlara imza atmayacaqlar. Təbii ki, onlar da cəmiyyətin bir fərdidirlər. Və mən arzu edirəm ki, həm ali məktəbə hazırlaşan uşaqlarımız içimdən qarışıq, həm də digər yerdə qalan sinif yoldaşlarım birinci növbədə kəndimizə, cəmiyyətimizə layiqli insanlar olsunlar və hər kəs həyatda layiq olduğu deyil, yəni tutsun. Hər kəs layiq olduğu uğurları qazansın və mən birinci sinifdən, yəni 11-ci sinifə qədər təbii ki, hər kəsin özünün xatirələri var. Mən gizlətməyəcəm. Birinci sinifdə, yenə də deyirəm, Siyatel müəllimə bizi sıraya dizirdi. Qolumuzdan yolda gedən də sıradan çıxmırdıq. Dağdan deyirdi ki, ay bala, o sıradan çıxında daha dərsdən çıxmışsınız. Yəni, onlar mənim yadımdan çıxan şeylər deyil. 9-cu sinifi mən xüsusilə xatırlayıram. Yəni, orada olan xatirələr mənim yaddaşımda başqa bir hiss alıb və sinif yoldaşlarımın da hər biri öz xüsusiyyətinə görə, öz yaxşı cəhətlərinə görə yadımda qalıblar. Ən çox bəyəndiyim, yəni sinifimizdə özüm üçün kəşf verəmədiyim, yəni bir qızımız olub, yəni Zərifəni mən tamam başqa bir tanıyırdım, amma çox səmimi, mehriban qızıymış. Qalan sinif yoldaşlarımdan isə Xəyalədir, Səbinədir, Əminədir, onlar özləri şən, zarafatçı, yəni öz xüsusiyyətlərini yadında qalıblar və demək istəyərdim ki, mənim ən böyük ideyam siz olmuşsunuz, yəni həm tədris cəhətdən, həm həyat təcrübəli cəhətdən. İstəyərdim ki, yəni dediniz kimi oxşamaq istəyərdim, sizə oxşamaq istəyərdim ki, gələcəkdə müəllim olsam sizin kimi, yəni şagirdlərə son damlasına qədər biliyini çatdıra bilən bir müəllim olun. Arzum budur ki, hər kəs xoşbəxt olsun, Allah hər kəsin işinə van edəsin və heç kim də öz sinif yoldaşlarını unutmasın. Bu qədər. Mən də hər kəsə uğurlar arzu edirəm. Tanıştım. Səbinə. Niyə gözəl? Heç bir xatirəm falan yoxdur. Bir özü sözü, bir sözü. Ən yaxın rəqibiyəm. Kimlər onun yanında necə qalacaq? Kimlə yanında? Bu xəyaldir. Xəyal. Heç yaxşı müəllimlərimiz yanında qalacaq. Keçdiyiniz dərslər. O gün bir söz eşitdinizdir.
Bütün danışığın içine bir söz ki ben sizi dersler can sıkıcı geçse de ama biz yeni o dersler arzulayırıq. Zamanında biz o can sıkıcı kimi baxdığımız dersləri, müəllimlərin dersləri nə qədər indidən də onu, məsələn, unudacağımızı, bizi tərk edəcəyinə kədərləndik. İndi belə, dərslər, müəllimlər, bizi yanında qalacaq. Ayrılmaq, sən bunu təcə ayrılıq hissi kimi qəbul edirsən, yoxsa necə? Məktəbdən ayrılsın, amma fəal həyatı qurmuşsun. Yaxşı, sağ ol. Mələk. Mən də sinif yoldaşlarımın hər birinə uğurlar arzulayıram. Arzu edirəm ki, həyatın uzun və keçmişəsi yollarını heç vaxt ödürəməsinlər. Bir daha geriyə baxıb kaş deməsinlər. Və mən bu iki ildən sizi də çox mehriban və həqiqət bir müəllimə kimi tanıdım. Sizə də öz təşəkkürlərimi bildirirəm. Və hər bir, bütün müəllimlərlə üstümüzdə zəhmət olan hər birinə təşəkkürlərimi bildirirəm. Sinif yoldaşlarımın hər birinə, yenə dostlarımın sözlərini qoşularaq deyirəm ki, ali məktəbə hazırlaşanların hər birinin Allah işin aman etsin. Yerdə qalan yoldaşlarımızı isə arzu edirəm ki, həyatda öz yerində tutmuş bir şəxslər kimi hər zaman kəndimizin, ölkəmizin adını işlənlərə qaldırsınlar və uğurlar arzu edirəm hər birinizə. Mən də arzu edirəm ki, güman edirəm ki, buradakı gənclərin heç nədə olmasa çox gözəl ailə modeli olacaq. Ailə modeli. Yəni, hər şey ailədən başlayır. Ailə modeli, yəni ki, o ailədə gözəl sən ənənələri yaşassan, yenilikləri bərpa eləsən, hər şey ailədən başlayır. Ailə kiçik qurumdur, kiçik dövlətdir və hər birimiz, Allah bilir. Bugün biz ona realmış kimi baxmasaq da, heç, məsələn, ki, arzularımızın sonuncu qatında olsa belə, həyatı birinci mövqü tutmaqdır. Ayaqda durmalı, bacarmalısan, o qayğıları daşımaq iqtidarında olmalısan ki, sən ondan sonra artıq düşünəsən, hərəkət edəsən. Yəni, məsələn, hər kəs ocağına ən layiqli bir qızı gətirmək istəyir. Hər kəs öz qızın, ləyaqətli bir oğlana, ailəyə, həyat qurmaq üçün köçürmək istəyir. Yəni, mən bütün uşaqların içərisində həqiqətən də qızlarımızı, oğlanlarımızı mən gələcəyi bu cür təsəvvür edirəm. Öz ailəsindən də gözəl, ənənəvi bir ailə modeli varsa, orada gözəl uşaqlar tərbiyə olunacaqsa elə sizdən də artıq. Deyir, hər kəs özündən bir addım, iki addım qabağa getmədirsə, o cəmiyyətdə heç inkişaf yoxdur. Mən bir Shakespeare'in bir sözünü demişəm, bəzən bundan razılaşmır. İngilis dramaturgu William Shakespeare. Deyir, öz oğlunun çəkir yanına, deyir, oğlum, sən nə olmaq istəyirsən? Deyir ki, mən Shakespeare olmaq istəyirəm. Shakespeare dünya şöhrəti sənətkar. Deyir, gülür, təəssüf edir. Deyir ki, mən Allahlığı iddiasını verdim, Shakespeare olum. Sən Shakespeare olmaq istəyirsən, deməli sən iş olmayacaqsın. İnsan gərək düzdür, öz qabiliyyətindən, imkanından artıq iddia eləmək, çox iddia eləmək o görə düzgün deyil. Amma hər halda iddian biraz yüksək olmalıdır ki, yəni çatmaq istədiyin, məqsədin, arzun, sən ona çatmayanda ondan artça bərk düşəsən. Bir də var ki, tam ümidsiz, tam gələcəyə inanı olmayan bir adamlar var, qabiliyyətli olmalı, amma inanmır ki, o neyəsə nail ola bilər. Yox, inançsızlıqdan, ümitsizlikdən bir şey yox. Ən azından hər birimizin arxasında Allah'ımız. Bizim işimizi ağam verir. Hər aklımızda bizimlə olan Allah'ımızda. İndi mən də siz arzu eləməkdən əlavə ümid edirəm ki, çox gözəl gələcəyiniz ola bilər. Amma o sizin öz əlinizdir. Niyə ola bilər? Hər kəsin öz həyatı, öz əlinizdir. Öz həyatının sükanı, öz əlinizdir. Amma bu sükanı bıraxmaq lazım deyil. Buna həmişə ağırlar. Cəsarətlə, çox məharətlə idarə etmək lazımdır. Həmişə ağlınızı, necə ki başımız bədənimizin tacıdır, başımızın da qiyməti onun içindəki o qiymətli xəzinə ağlıdır. O ağlının heç həbislərini üstələnəyinə yol verilmir. Bunlar çəkilir uşaqlar. Məsələn, mən 7-ci sınıfda oxuyordum. Sevil əsərində Cəfər Cabbarlı belə bir söz vardı, amma mənim ağlım kəsmirdi ki, o nə deməkdir? Məcazi mənada Sevil deyirdi ki, mən ürəyimi kəsib beynimə yedirəcəyəm. Mən o rəhmətli adlət müəllimini soruşdum ki, ədəbiyyat müəllimi, bildin ki, məcazi mənada, necə yəni ürəyimi kəsib beynimə yedirəcəyəm? O
elə bir cavab deyir ki, yəni ürək çox şey arzulayır bilər. Biz dilimizin ucunda, ağzımızın ucunda olanları ürəyimiz deyir bizə. Amma biz onu ağzımızın süzgecindən keçirəndən sonra biz buna əməl eləmək lazımdır, yoxsa yox, onu bilirik. Məsələn, ürəyin çox şey istəyir, amma ağzınla fikirləşəndə görürsən ki, onun yeri deyil, o səni təhlükə yapacaq. O hələ yersizdir. O ürəyin istədiyi şey ağzını süzgecindən keçirəndə, yəni insan birinci növbədə